Qurbanı nisyə almaq olarmı? Möhtərəm qardaşlar, mühüm bir sualdır. Çox insanlar bunu verirlər. Deyək ki, qurbanı nisyə almaqda bir balaca təfsilat var. İnsan var, o borcu alır və onu qaytarmaq kimi heç bir şansı yoxdur. Təbii ki, Allahdandır hər şey. Ancaq bir tədbiri yoxdur. Bilmir, maaş gələcək. İnsan var, fikirləşir ki, ayın 30'u maaş gələcək. Mən qardaşdan bir 300 manat alıram, 1000 manat maaş alacağım, oradan 300'ünü ora verəcəm. Bir tədbirlidir. Təbii ki, Allahdan müvəffəqiyyət istəmək lazım ki, onu nəsib eləsin verməyə. Bəlkə heç nəsib olmadı verməyə. Və alarkən də fürsət almaq lazım ki, əgər Allah müvəffəq eləsə, o maaşından və vacibimdən sənin borcunu qaytaracağım. Və tədbirli olmaq lazımdır. Ancaq insan var kör-körənə, gözünü yumub borc alır. Bilmir ki, o borcu hardan qaytaracaq. 50 nəfərdə borcu var. Yox, bu cür olmaz. Əgər bu cür soruşursunuzsa, bu cür dinimiz icazə vermir. İnsanlara borc yığılsın, insanlar borcunu tələb etsin və sən də qurban kəsəsən. Xeyir əməl adından, yəni xeyir əməl etmək istəyəsən, ancaq insanlara haqları üzərindədir, borclar var üzərində. Belə etmək olmaz, möhtərəm qardaşlar. Yalnız bir halda olar ki, qaytarmaq kimi bir fürsətin var və bilirsən ki, hardansa pulun gələcək və onu qaytara biləcəksən.